Bu 500 manata bu kirayə ev tutsun, yemək yesin, paltar alsın. Bəs bu gənc necə yaşasın? Yəni gəncin problemi bu dəqiqə dəhşətli bir problemdir. Bizim bilirsiniz nə qədər gənclərimiz var. Onlar gedərlər, işləyərlər. Məsələn mən bu 1-2 ay bundan əvvəl oğlum İqtisad Universitetini bitirdi. Getdim mən məzun gününə getdim. Orada elan elədilər. 6000 tələbə məzundur bu günləri. Tək İqtisad Universitetində. Siz təsəvvür, mən özümə düşündüm, yaxşı, bu 6000 tələbə harda işləyəcəklər? Çox maraqlı hadisədir. 6000 tələbə, axı indi təyinat da yoxdur. Bunlar harda yer tapacaqlar? 6000 tələbəyə mən ancaq bir universiteti deyirəm, amma obraları bilmirəm nə qədər onları da bitiriblər. Bu 6000 Bakıda necə bunlar 6000-ə ehtiyac olacaqmı? Amma təyinat olsaydı, bunlar regionlara gedərlər, Xankəndiyə gedərlər, Şəkiyə gedərlər, Gəncəyə gedər, Naxçıvana gedər və özlərinə, bilirsiniz, artıq orada əhalinin özü də tam başqa cür inkişaf edir. Yəni gənclər öz həyatlarını qurarlar. Artıq bilərlər ki, qabaqlar elə idi. Şəkidə o qədər aktyorlar tutaq bizdə təyinatla, elə Mədəniyyət İncəsənət Universitetinə getmişlər, ailə qurmuşlar. Sonra orada bugün də yaşayırlar. Öz ailələri var, balaları var, nəvələri var. Bax, bu məsələ mənə belə gəlir ki, aktualdır. Bizim ziyalılar bu məsələyə mənə belə gəlir ki, səs verməlidirlər. Çünki bu elə bir çağırışdır ki, bilirsiniz, gənclik sabahındır. Sabahsa bugündən başlayır. Bunu yaddan çıxarmaq olmaz.